Dostlar, bugün size Almanya brendi olan kril yağı hakkında məlumat vermək istəyirəm. Kril yağı Atlantik Okeanının dərinliyində yerləşən Kratos adlı canlıdan alınan çox güclü bir yağdır. İnsan sağlığı üçün çox vacibdir. Çox qiymətli bir yağdır. Çox az təsadüf olunan bir yağlardan biridir. İnsan sağlamlığı üçün omega 3 də çox vacibdir və önəmlidir. Kril yağının tərkibində də omega 3 vardır. Kril yağı antibakteriyaldır. Kril yağı çox qiymətli yağdır. Onun içində çox güclü və önəmli ki antioksidantlar vardır ki, onlar da C vitaminindən qat-qat güclüdürlər. Ona görə də beyin və göz üçün çox faydalıdır. Klinik yoxlamalar göstərir ki, kril yağının qəbulu zamanı təzyiqin aşağı salınması, ürəyin işəmik müalicələri çox gözəl təsir edir. Müalicələrində gözəl təsir edir. Qocalma prosesini ləngidir, immuniteti artırır. Kril yağları hava keçirməyən, sızdırmayan bir kapsulalardan hazırlanıbdır. 100% insan orqanizmasında mənimsənilir. Güclü antioksidant olduğuna görə ürəyin, beynin, gözün, qaraciyərin normal olmasını təmin edir. Artritdə, artrozda çox gözəl istifadə olunur və onlara gözəl təsir göstərir. Əgər soruşsalar omega 3 mü, yoxsa kril yağı mı? Həkimlərin fikrincə ilk öncə təbii ki, kril yağı. Artıq 30 milyondan dünyada çox insanlar kril yağından istifadə edirlər. Kril yağının tərkibində həmçinin A və Y vitaminləri, fosfoidlər və flavoidlər vardır. Davamlı qəbul etmək dərini qoruyur, dırnaqlara və saçlara parlaqlıq verir. Güclü tərkibinə görə beyin və ürək sağlığına, qadın gözəlliyinə, uşaqlarda inkişafa gözəl təsir edir. Orqanizmdə xolesterolu təmizləyir, yəni pis xolesterolu çıxarır orqanizmdən, yaxşı xolesterolun səviyyəsini artırır. İltihab əleyhinədir. Güclü antioksidant olduğuna görə iltihabı çox gözəl təmizləmək xüsusiyyətinə malikdir.